Aprelin 16-sı Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, lakin gündüz bəzi yerlərdə az yağış ehtimalı var. Cənub-qərb küləyi səhər, şimal-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 8-10, gündüz 15-18 dərəcə isti, atmosfer təzyiqi isə 767 mm civə sütun olacaq. Sabah Naxçıvanda da gün ərzində bəzi yerlərdə arabir yağış yağacaq. Temperatur 9-13 dərəcə isti təşkil edəcək. Azərbaycanın əksər rayonlarında sabah yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi yerlərdə qısa müddətli yağış, şimşək gözlənilir. Dolu düşəcək, dağlıq rayonlarda qar yağma ehtimalı var. Duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 5-9, gündüz 16-21 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti olacaq.